Buraxılış imtahanında düşmüş belə bir suala baxaq. Deyir ki, 3 rəqəmli ABC ədədindən BAC ədədini çıxanda 360 eləyir. A plus B-nin cəminin ən böyük qiymətini tapın. Bu sual 2026-cı ildə buraxılışa düşə bilər. Onun üçün diqqətlə baxın. Baxın, bu tip ifadələr gördüyünüz anda açmağa çalışın bunları. Baxın, yüzlüklər mərtəbəsində nə durub? A durub. Onun üçün 100A üstünə gəlsin 10B, üstünə gəlsin C. Çıxılsın. Baxın, işarə itirməmək üçün mötərizasını həmişə 100B, 100B, üstünə gəlsin 10A, üstünə gəlsin C, bərabər nəyə? 360-a. Baxın, eyni şeyi təzədən açın. 100A plus 10B plus C çıxılsın, 100B çıxılsın. Baxın, mənfi bura təsir edir. 10A çıxılsın, C bərabər nəyə? 360-a. Baxın, buradakı C-lər islah gedir. 100A-dan 10A-nı çıxanda 90-a, 10B, mənfi 100B-nin üstünə 10B gələndə çıxılsın 90B eləyir və bu da bərabərdir nəyə? 360-a. Biz burada nəyə çölə çıxarda bilərik? 90-ı çölə çıxarda bilərik. A çıxılsın B eləyəcək. Bərabər nəyə? 360-a. 360-dan 90 ixtisara gedir 4. Burada 4 qalır. A çıx B bərabərdir 4-ə. Baxın, indi A plus B-nin cəminin ən böyük olması üçün A da böyük olmalıdır, B də böyük olmalıdır. Məsələn deyirəm, A-ya 9 versəm, B-yə nə versəm 4 alınar, 5 alınar. 9-un üstünə 5 gələndə nə eləyir? 14 eləyir. Və məncə bunların cəminin ən böyük qiyməti 14 ola bilər. Başqa nə ola bilərdi? 8 olardı. 8-dən nəyi çıxardım? 4-ü çıxardım. 8 üstə 4 gələndə nə eləyəcəkdi? 12 gələcəkdi və getdikcə azalacaq idi. Onun üçün ən böyük qiyməti verdim və cavabı 14 tapdım.